Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan orta sürət anlayışı ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci slaydda bizə orta sürət anlayışının ifadəsi, yəni qaydası verilmişdir. Ümumiyyətlə düzxətli dəyişən sürətli hərəkət anlayışı ilə biz əvvəlki dərslərdə tanış olmuşuq. Bilirik ki, düzxətli dəyişən sürətli hərəkət dedikdə cisim düzxətli hərəkət edərək sürətini daim dəyişir. Yəni onun trayektoriyası düzxətli olmasına baxmayaraq onun sürəti daim dəyişir. Sürət həm arta bilər, həm də azalar. Ona görə də düzxətli dəyişən sürətli hərəkətdə bir neçə sürətdən istifadə olunur. Bu sürətlər üçün ümumi anlayış kimi orta sürət anlayışından istifadə olunur. Şəkildə də görürsünüz, avtomobil düzxətli hərəkət etmişdir və müəyyən zaman anlarında onun sürəti dəyişmişdir. Bizim buradakı şəkildə avtomobilin sürəti artmışdır və təcilli hərəkət hesab olunur. Çünki sürət bərabər eyni hər bir zaman anında eyni qədər artmışdır. Yəni 10, 10, 10 kimi artmışdır. Əvvəldən 0 olub, sonra 10, sonra 20 və sonda 30 metr bölü saniyəyə bərabər olmuşdur. Yəni biz burada görürük ki, bir neçə sürət var və bu sürətləri ümumi anlayış kimi orta sürət anlayışından istifadə edirik. Orta sürəti hesablamaq üçün bir neçə düsturlar var. Yəni bu düsturlarla tanış olaq. İlk növbədə orta sürət dedikdə ümumi gedilən yolun ümumi zamana olan nisbətidir. Yəni biz gedilən ümumi yolu hesablayırıq, sonra ümumi zamanı hesablayırıq və alınan cavabları bir-birinə böldükdə biz orta sürəti hesablamış oluruq. Orta sürət də adi sürət kimi V hərfi ilə işarə olunur, vektorial kəmiyyət kimi qəbul olunur. Həmçinin orta sürət bizdə orta sürət adətən V-or şəklində yazılır. Yəni qısaca olaraq orta sözü or kimi qəbul olunur. Və S ümumi, T ümumi deyəndə biz onu nəzərdə tutuluq ki, yəni burada ümumi yolun ümumi zamana olan nisbətidir. İndi keçək növbəti slaydda. Əgər bizə məsələnin şərtində 2 yol verilibsə və ona uyğun zaman fasilələri də verilibsə, biz bu zaman orta sürətin aşağıdakı düsturundan istifadə edəcəyik. Yəni 2 yoldursa 2 dənə yoldan istifadə edirik. Yəni S1 + S2. Əgər 2 zamandırsa ona uyğun T1 və T2-ni istifadə edəcəyik. Yəni burada 2 yol, bir neçə yol da ola bilər, 3, 4 ola bilər. Yəni biz bunun sayını artıra bilərik. Yəni məsələnin şərtinə uyğun olaraq yolları və zamanları uyğun olaraq artırmaq mümkündür. Amma bizim sadə məsələlərdə biz adətən 2 yoldan istifadə edirik, 2 zamandan istifadə edirik. Ona görə də orta sürət aşağıdakı düsturla hesablanır. V orta bərabərdir. S1 + S2 T1 + T2-yə bölürük. Gəlin orta sürətə aid bəzi məsələlərə həllinə baxaq. Birinci məsələdə bizə deyilir ki, Azər evdən avtobus dayanacağına getməyə 2 dəqiqə, oradan avtobusla məktəbin yaxınlığındakı dayanacağa getməyə 7 dəqiqə vaxt sərf etdi. Onun bu müddətdə 5,4 km yol qət etdiyi məlum olarsa, orta sürətini hesablayın. Cavabı metr bölü saniyə ilə ifadə edin. Gəlin əvvəlcə bu məsələyə uyğun verilərini yazaq. Verilir yazarkən biz görürük ki, məsələnin şərtində bizə 2 zaman verilmişdir. Zaman hərfi biz qəbul etmişik T. Ona görə də biz burada T kimi götürəcəyik. Amma sadəcə burada 2 zamandan istifadə etdiyinə görə biz bunların birini T1, birini T2 kimi qəbul edirik. Yazaq. Yazaq T1 bərabərdir 2 dəqiqə. İkinci zamanı T2 bərabərdir 7 dəqiqə yazırıq. Digər kəmiyyət biz görürük ki, yol verilmişdir. Yol bilirik ki, bircə yoldan verildiyinə görə biz S kimi götürürük. Yazırıq S bərabərdir 5,4 km. İndi biz verilir hissəsində bəzi çevirmələr aparmalıyıq. Biz bilirik ki, zamanın əsas vahidi saniyə, yolun da əsas vahidi metrdir. 2 dəqiqəni saniyə çevirsək, eləyəcək 120 saniyə. 7 dəqiqəni saniyə çevirsək, 7-ni 60-a vurmalıyıq. Vurduqda 420 saniyədir. Yolda 5,4 km metrə çevirsək, biz bu zaman 5,4-ü 1000-ə vurmalıyıq. 1000-ə vursaq, eləyəcək 5000
400 metr. Tapmalı hissəsində orta sürəti yazmalıyıq. Orta sürəti biz bilirik ki, V or şəklində qeyd edirik. Məsələyə uyğun düstur yazmalıyıq. Orta sürətin düsturunda biz bilirik ki, V orta bərabərdir S ümuminin T ümumiyə olan nisbəti. Bizə bircə S verildiyindən biz bircə S yazırıq. Amma zamanlar 2 dənə olduğundan T1 T2 şəklində yazırıq. Sonra gətirib rəqəmləri yerinə qoyuruq. Yəni, yuxarıda yazırıq 5400. Məxrəcli zamanları yazırıq. Yəni, 120 üstəgəl 420. Aşağıdakı həmin bu düsturu əsasən bunu hesablayırıq. Məxrəcdə 5400 qalır. Sürətdə 5400 qaldırsa, məxrəcdə 120-nin üzərinə 420 gəlirik. Bu da eləyir 540. Sürəti məxrəcə bölsək, cavab eləyəcək 10. Biz bilirik ki, sürətin vahidi metr bölü saniyədir. Ona görə də burada da əsas vahid olaraq metr bölü saniyə şəklində yazırıq. Deməli, biz bu məsələni həll etdik. Məsələni həll edərkən biz ilk öncə verilərini yazdıq, düzgün çevirmə apardıq. Sonra həll hissəsində orta sürətə uyğun düsturu yazdıq. Bizdə 1S 2T verildiyindən, ona görə də biz burada 1S-dən 2T-dən istifadə etdik. Sonra verilənləri gətirib yerinə qoyduq və qoyandan sonra hesabladıq. Aldığımız cavab bizim üçün orta sürətin hesablanma qaydası oldu. Yəni biz bu dərsdə, yəni bu məsələdə biz sizinlə orta sürətin bir düsturundan istifadə edərək həmin məsələni həll etdik. Keçək digər düsturuna. Orta sürətin digər düsturu aşağıdakı kimi hesablanır. Yəni, əgər bizdə məsələnin şərtində verilərsə, yolun birinci yarısı, yolun ikinci yarısı, bu zaman hətta bu yollar bir-birinə bərabərdirsə, biz o zaman orta sürəti aşağıdakı düsturunu hesablayacağıq. V orta bərabərdir. 2V1, V2, V1 üstəgəl V2 şəklində hesablayırıq. Burada V1 birinci yarısında gedilən sürət, V2 ikinci yarısında gedilən sürətdir. Əvvəlcə sürətdə onları vururuq, məxrəcdə isə toplayırıq. Gəlin, indi buna aid bir məsələ həll edək. Məsələnin şərtində deyilir ki, Bakıdan Qobustan abidələrini görməyə gedən turisti aparan minik avtomobili 24 metr bölü saniyə sabit sürətlə hərəkət etdi. Turistin Qobustan qoruğuna gedib, eyni traktoriya ilə Bakıya qayıtdığı müddətdə bütün yol boyu orta sürəti 16 metr bölü saniyə olmuşdur. Onun Qobustandan Bakıya yenə sabit sürətlə qayıtdığını nəzərə alaraq həmin sürəti tapın. Bizə məsələnin şərtinə fikir versək, görərik ki, burada yollar eynidir. Yəni, elə bil ki, yollar bərabər hesab olunur və buna görə də biz bayaqki hesabladığımız düsturdan istifadə edəcəyik, yəni orta sürətin ikinci düsturundan istifadə edəcəyik. Gəlin, əvvəlcə verilənləri qeyd edək. Verilənlər bizdə 2 dənə sürət verilibsə, birini V1, digərini V2 qəbul etməliyik. Sadəcə bizdə orta sürəti verib, V2-ni bizə verməyib. Ona görə də biz V1 kimi 24-ü yazırıq. Yazırıq V1 bərabərdir 24 metr bölü saniyə. Burada çevirmə aparmırıq, çünki öz vahidi ilə verilib. Sonra bizə orta sürət verilib. V orta bərabərdir 16 metr bölü saniyə. Tapmalı hissəsində V2 verilib. Həll hissəsində orta sürəti yazırıq. V orta bərabərdir. Burada yollar bərabər olduğundan, yəni həm getdiyi, həm qayıtdığı yol eyni məsafə olduğundan biz burada V ortanı 2V1, V2 və V1 üstəgəl V2 düsturundan hesablayacağıq. V ortanı bizə 16 verib, 16 yazıram. Sürətdə 2, V1-i yerinə 24 yazıram. V2-ni bilmirəm, X yazıram. Məxrəcdə də V1, yəni 24 üstəgəl X şəklində yazıram. Gəlin bunları hesablayaq. Hesablamalı olsaq, biz 16-nı 24-ə vururuq. Yazaq 16 vurulsun 24. Üstəgəl 16-nı X-ə vururuq, çünki tənasüb qaydasını hesablayırıq. Tənasübdə biz bilirik, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni biz burada 16-nı məxrəcə vurmalıyıq. Sürət isə olduğu kimi yerində qalmalıdır. 2-dən 24 48 yazıram, 48 X.
Sonra x-ləri bir tərəfə, rəqəmi bir tərəfdə saxlayıram. Yəni 48-dən 16-nı çıxıram. Bu zaman aldığımız cavab bizdə eləyəcək 32x. 32x bərabərdir 16 vurulsun 24'ə. Biz burada x'i tapsaq, x'i tapmış olsaq, 16 vurulsun 24'ü 32'ye bölməliyik. Biz bilirik ki, yəni mən 16 vurulsun 24'ü hasil şəklində ona görə saxladım ki, ixtisar etmək mümkün olsun. Yəni gəlin bunu yazaq. 16, 24, məxrəcdə isə 32. Biz bilirik ki, 16 ilə 32 ixtisara gedir. 2, 24 ilə də 2 ixtisara getdiyi zaman cavab bizdə olacaq 12. Yəni aldığımız cavab 12 alınacaq. Yəni biz V2-ni 12 tapdıq. Vahid olaraq da biz 12'yə metr bölü saniyə yazırıq. Çünki ki, sürətin əsas vahidi metr bölü saniyədir. Deməli, bu biz məsələdə gördük ki, əgər yollar eyni olarsa, bu zaman biz orta sürətin ki, V1, V2, V1 ise V2 düsturunun hesablamalıyıq. Bu düstura əsasən verilənləri yerinə qoyub hesablamaq mümkündür. Keçək digər məsələyə, ümumi keçdiklərimizə aid. Bu məsələdə bizə sürət zaman qrafiki verilmişdir və sürət zaman grafikinə əsasən bizdən tələb olunur ki, 10 saniyə ərzində orta sürəti hesablayaq. Biz ilk növbədə nəyi bilməliyik? Bizə verilib ki, 10 saniyə, yəni t-ni bizə 10 saniyə bilirik. Verilib, bizi bilirik zaman t hərfindən hesablanır. T hərfi ilə işarə olunur, daha doğrusu. Bizə orta sürəti tapmaq üçün mütləq yolu bilməyimiz vacibdir. Biz bilirik ki, əvvəlki dərslərdən bilirik ki, sürət zaman qrafikinə əsasən fiqurun aşağı hissəsində qalan hissəsi, yəni fiqurun aşağı hissəsində olan, yəni qrafikin aşağı hissəsində olan fiqur bizə gedilən yolu verir. Biz də baxsaq görərik ki, burada qrafikin aşağı hissəsində fiqur düzbucaqlı üçbucaqdır. Yəni biz düzbucaqlı üçbucağın sahəsini hesablamalıyıq. Düzbucaqlı üçbucağın sahəsi də biz keçmişik sizinlə ki, katetləri hasilinin yarısıdır. Yəni AB bölünsün 2. Bizdə də bir kateti şəkildən də görürsünüz ki, 10'dur. Çünki bizə 10 saniyə ərzində verilib. Birini 10 qəbul edirik. Birini isə 30 qəbul edirik. Yazırıq 10 vurulsun 30 bölünsün 2. Hesablasaq görərik ki, cavab bizdə 150'dir. 150 metr. Sonra bizdən orta sürət soruşur. Tapmalı yazıram. VO bərabərdir sual. Həlli hissəsində orta sürətin düsturunu yazıram. Biz bilirik ki, orta sürətin düsturu S ümumi bölünsün T ümumidir. İndi biz ayrı-ayrılıqda bunların qiymətlərini qoyuruq. Yəni yolun qiymətini. Yəni düstura əsasən biz verilənləri yerinə qoysaq, yəni S ümumini yerinə 150 metr, zamanı yerinə 10 saniyə qoyuruq və hesablayırıq. 150-ni 10'a bölsək 15, aldığımız cavab 15, vahidi isə metr bölü saniyə olacaq. Demək biz bu məsələdə öyrəndik ki, əgər bizə qrafik formasında verilərsə, biz ilk növbədə əgər sürət zaman qrafikindən söhbət gedirsə, sürət zaman qrafikində əvvəlki dərslərdə biz öyrənmişdik ki, qrafikin aşağı hissəsində olan fiqurun sahəsi gedilən yola bərabərdir. Bizə də qrafikin aşağı hissəsindəki fiqur düzbucaqlı üçbucaq olduğundan düzbucaqlı üçbucağın sahəsini hesabladıq. Düzbucaqlı üçbucaqda biz sizinlə keçmişik ki, katetləri hasilinin yarısına bərabərdir. Yəni biz burada katetlərin biri 10, biri 30 qəbul etdik. Yəni qrafikdən biz açıq aydın görürük. Biri 10'a bərabərdir, digəri isə 30'a bərabərdir. Onların hasilini 2'yə böldük. Yolu tapdıq. Zaman da bizə məsələnin şərtində verilmişdi. Sonra orta sürətin düsturundan hesablayıb, yəni S ümumi, T ümumi düsturundan istifadə etdik. Verilənləri həmin düsturda qoyub orta sürəti hesabladıq. Keçək digər məsələyə. Bu bizim sonuncu məsələmizdir. Yəni bu məsələni də eyni qaydada həll edək. Bizə fikir versəniz, məsələn əvvəlcə şərtini oxuyaq. Avtomobil 1 dəqiqə ərzində 36 km/saat, 50 saniyə ərzində 12 metr bölü saniyə, 1,5 dəqiqə ərzində isə 72 km/saat sürətlə hərəkət edib. Bütün yolda avtomobilin orta sürətini hesabla.
Gəlin verilənləri yerə qeyd edək. Bizə görürsünüz ki, bir neçə zaman verilib və ona uyğun bir neçə sürət də verilib. Gəlin bunları qeyd edək. Bir neçə zaman verilibsə, biz zamanı T hərfinə işarə edirik. İlk gördüyümüz zaman T1, sonraki T2, sonra T3 olacaq. Yazaq. Yazaq T1 1 dəqiqə. Bunu biz saniyə çevirə bilərik. Bu da 60 saniyə eləyir. Sonra T2 verib 50 saniyə. Bunda dəyişiklik etmirik. Çünki öz vahidində verilib. Digər zaman T3 1,5 dəqiqə verilib. 1,5 dəqiqəni də saniyə çeviririk. Yəni 1,5'i 60'a vururuq. 1,5'i 60'a vursaq, bu zaman 90 alarıq. Saniyə. Sonra fikir verirsiniz, məsələnin şərtində bizə sürətlər verilib. 36 km saatı bizə V 36 km saatdır. Biz bunu 36'nı 1000'ə vurub 3600'ə bölsək, cavab 10 metr bölü saniyə edəcək. Bunu biz əvvəlki dərslərdə çevrilməsini sizinlə keçmişik. Digər sürət bu V1 hesab olunur. Digər sürət V2 12 metr bölü saniyədir. Orada çevirmə aparmırıq. Yəni olduğu kimi saxlayırıq. Üçüncü sürət isə 72 km saatdır. Bunu da eyni qaydada 72'ni 1000'ə vurub 3600'ə bölsək, cavab 20 eləyəcək. Tapmalı hissəsində isə biz sizinlə orta sürəti tapmalıyıq. Yazırıq V orta bərabərdir sual. Biz bilirik ki, orta sürətdə belə bir düstur var. S ümumi bölünsün T ümumi. Və bizdə S-lər zamanlar 3 dənə olduğundan S-ləri də 3 şəkildə yaza bilərik. Yəni S1 üstəgə S2 üstəgə S3. Zamanları da yaza bilərik. T1 üstəgə T2 üstəgə T3. Biz burada yolları aça bilərik. Biz bilirik yolun düsturu düz xəttli bərabər sürətli hərəkətdə VT-yə bərabərdir. Hər bir zaman anında yolu hesablamış olsa, biz onda yazarıq ki, V1 T1 V2 T2 üstəgəl V3 T3. Məxrəcdə də yazarıq T1 üstəgəl T2 üstəgəl T3. Hesablayaq. Rəqəmləri yerinə qoyaq. Yəni biz burada V1 T1 deyəndə onu 60'a vururuq. 10 vurulsun 60. V2 T2 deyirsə 12'ni 50'yə vururuq. 12 vurulsun 50. V3 T3 deyirsə bizdə burada 3-cü hesab olunur. 20'ni 90'a vururuq. Məxrəcdə də bu zamanları toplayır. Zamanın biri 50, 60, 90'dır. Yazıram 50, üstəgə 60, üstəgə 90 formasında yazıram. Hesablayaq. Gəlin bunu digər səhifədə hesablayaq. Çünki bizdə burada hesablama çətin olacaq. Bu məsələni hesablayarkən ayrı-ayrılıqda vurmağımız məsləhətdir. Yəni V orta bərabərdir. Onu burada 60'a vursaq, məsələnin şərtində fikir verirsiniz, 10 vurulsun 60 yazılmışdı. Onu 60'a vursam 600. Daha sonra 12'ni 50'ye vursam 12'yi 50'ye vursam burada da 600 eləyəcək. Üstəgəl 20'ni mən burada neçəyə vurmalıyam? 90'a vururam. 20'ni 90'a vururam. 20'ni 90'a vursam 1800 eləyir. Zamanlarda da 50, 60, 90. 50'nin üstünə 60 gəlsəm 110 eləyir. 110'un üstünə 90 gəlsəm 200 eləyir. Və hesablayaq. Yerlərini qoysam, yəni sürəti əvvəlcə hesablayaq. 600, 600, 1800.
600-ün üzərinə 600 gələndə 1200, 1200-ün üzərinə 800 gələndə eləyir 2000. 2000-i 200-ə bölürəm. Cavab eləyir 10. 10 metr bölünsün saniyə. Bu şəkildə hesablanmış oldu. Gəlin məsələyə bir də diqqət yetirək. Məsələnin şərtində gördüyünüz kimi bizə zamanlar verilmişdir, sürətlər verilmişdir. Buna görə bizdən orta sürət tələb olunurdu. Biz zamanları uyğun olaraq T1, T2, T3 şəklində yazdıq. Dəqiqə olanları saniyəyə çevirdik. Sonra sürətləri V1, V2, V3 şəklində yazdıq. Onları da çevirmə apardıq. Sadəcə çevirməni biz birbaşa qeyd etdik. Çünki biz sizinlə əvvəlki dərslərdə kilometr saatın necə metr bölü saniyə sürətə çevrildiyini keçmişdik. İstəsəniz əvvəlki dərslərdə sürət mövzusu ilə baxıb, qayıdıb ora baxa bilərsiniz. Sonra orta sürəti hesabladıq. Orta sürəti hesablayarkən biz bilirik ki, orta sürət S ümuminin T ümumiyə olan nisbətidir. Yəni biz məsələnin şərtinə əsasən S-ləri artırıb T-ləri də artıra bilərik. Bizdə bir neçə T olduğundan, yəni 3 dənə T-dən 3 zamandan istifadə etdiyindən, zaman anından istifadə olunduğundan biz T1, T2, T3 yazdığımız zaman S1, S2, S3 şəklində də yaza bilərik. Və hətta istəsək S-ləri aça da bilərik. Çünki S-lər bilirik ki, VT-dir. V1, T1, V2, T2, V3, T3 şəklində yazırıq. Zamanları olduğu kimi saxlayırıq. Bunu yazdıqdan sonra aparıb hesablamanı gətirib verilənləri hesablamada apara bilərik. Yəni uyğun olaraq rəqəmləri yerinə qoyuruq və uyğun hesablamaları aparıb yekun nəticəyə gəlib çıxırıq. Deməli biz bugünkü dərsimizdə biz sizinlə orta sürət anlayışı ilə tanış olduq. Orta sürətin düsturlarını öyrəndik və öyrəndik ki, orta sürət anlayışı adətən düzxətli dəyişən sürətli hərəkətdə istifadə olunur və o bir neçə düsturlarla hesablanır. Hər bir düstur məsələnin şərtinə uyğun olaraq bir neçə düstur var və bu düsturları bilməyimiz vacibdir. Məsələ də həll etdik sizinlə və bildiniz ki, hansı məsələlərdə biz hansı düsturdan istifadə etsək, düzgün nəticəyə gedib çıxa bilərik. Bugünkü dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.